növbəti dərsimiz Əhməd Zəhəbinin Kəbair kitabından olacaq. Faiz yemək. Allah Cəllə Cəlaluhu belə buyurur. Qısa olsun deyə ayələrin ərəbcəsini deyil, mealını oxuyuram, tərcüməsini oxuyuram. Ey möminlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub, sələmdən gələn məbləğdən, faizdən vaz keçin. Onu borclulardan almayın. Əgər belə etməsəz, o zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin. Bəqərə surəsi 278-279-cu ayələr. Sələm, müamilə, faiz yeyənlər qiyamət günü qəbirlərindən ancaq şeytan toxunmuş, cin vurmuş dəli kimi qalxarlar. Bunların belə olmaları alış-veriş də sələm kimi bir şeydir dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm, faiz almağı isə haram etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı sələmlər onundur, ona bağışlanar. Onun işi Allaha aiddir. Amma yenidən sələmçiliyə qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Bəqərə surəsi ayə 275. Bu ayə aldıqları bu öğütdən sonra yenidən faiz yeyənlərin cəhənnəm odunda əbədi qalacaqları ilə bağlı şiddətli təhdiddir. Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Peyğəmbər aleyhissalam belə buyurur. Həlak edici 7 günahdan çəkinin. Orada olanlar, onlar nələrdir ey Allahın elçisi deyə soruşduqda, Peyğəmbər aleyhissalatu vesselam belə cavab verdi. Allaha şərik qoşmaq, sehr, Allahın haram qıldığı nəfsi haqsız yerə öldürmək, faiz yemək, yetim malı yemək, döyüş meydanından qaçmaq, namuslu və edilənlərdən xəbərsiz möminə qadınlara zina iftirası atmaqdır. Buxari Əl-Cami Sahih, Kitabul Vasaya. Peyğəmbər aleyhissalam belə buyurur. Allah faiz yeyənə və yedirənə lənət etmişdir. Buxari Əl-Cami Sahih, Kitabul Buyu. Digər bir hədisdə Peyğəmbər aleyhissalam buyurur. Allah faiz yeyənə, vəkilinə, ona şahid olana və onu yazana lənət etmişdir. Muslim Əl-Cami Sahih, Kitabul Musaqat. Yenə Peyğəmbər aleyhissalam bir hədisində buyurur. Faiz olduğunu bildiği halda onu yeyən, ona vəkillik edən və yazan, qiyamət günü Muhammedin sallallahu aleyhi və səlləm dili ilə lənətlənmişdir. Nəsai Sunən Kitabuz Zinəti hədisi.